Diməşqli tacirin qissəsini bilirsiniz yəqin ki. Diməşqli tacir olur. Hər dəfə ticarətdə uğur qazanır. Hər dəfə. Bunun yoldaşları deyirlər ki, nə olur, biz alırıq, uduzuruq, çox vaxt uduzuruq, amma sən bir dəfə uduzduğunu görməmiş. Həmişə udursan, nəsə eləmirsən sən. Deyir ki, yox, deyir, mən Allaha təvəkkül edirəm. Deyir ki, yaxşı, Allaha təvəkkül edirsənsə, İraqa xurma vur. Şamdan İraqa xurma vur. O vaxtda bilirlər ki, kim Şamdan İraqa xurma vurarsa müflis olacaq, bankrot olacaq. Götürür Şamdan, deyir ki, sabah mən İraqa xurma vuracam. Ticarətçi olur. Başlayır, yəni İraqa xurma vurur dəvə karvanı ilə. Və İraqa çatanda görür ki, cəmaat yollara tökülüb. Nəsə axtarırlar. Deyir, cəmaat, nə olub sizə? Bir şahın qızının sepi itib, boyunbağı itib, onu axtarır. Və cəmaat da səndə və tez çıxıblar və şah da deyib ki, kim boyunbağını tapsa, o qıza sevimli boyunbağı olur. O qızımı oyla evləndirəcəm, mükafat olaraq. Bircə tapsınlar. Bu da deyir ki, cəmaat da elə çıxıb ki, acından ölür cəmaat. Basılırlar bu kişinin kərvanına. Hamımızı kərvanı daşıyır, bu ən bahalı qiymətindən satır olaraq. Və uğur qazanır yenə. Yenə uğur qazanır ticarətdə. Və bu xəbər İraqın əmrinə gəlib çatır. Deyirlər ki, necə ola bilər insan nəsə eləyib bu. Yəni biz tarixdə görməmişik ki, Şamdan İraqa xurma vursunlar. Xurma gətirsinlər. Görməmişik belə şey. Və deyir ki, nəsə eləyib bu, çağırın görüm nə eləyib. Deyir ki, səni buna vadir eləyən nə olub? Əmir soruşur. O da başlayır, deyir ki, mən anam var idi. Atam uşaq idim, dünyasını dəyişmişdi. Deyir, anam deyir, 5 yaşa çatanda, 6 yaşa çatanda, yəni gedirdim, müəyyən işləri görürdüm, bir çörək qazanası pul verirdilər mənə. Onu gətirdim, anamla yarı bölüb yiyirdik, belə dolanırdıq, deyir. Və sonra deyir, mən deyir, kiçik olanda, yəni bir neçə il sonra anam xəstələndi, ayaqları tutuldu, dünyasını dəyişdi. Və dünyasını dəyişməmişdən qabaq əllərini qaldırdı, dedi ki, Allahım, bunu müvəffəq elə. Bunu heç vaxt ziyana uğratma. Deyir, ondan bu yana mən heç vaxt ziyana uğramamışam. Yəni, təsəvvürlə, ananın duası. Yəni, ananın duası insanca müvəffəq edir. Və sonra deyir ki, anam mənə dua etdi ki, bunun əlindəki torpağı qızıla çevir, ey Rəbbim. Və o atır orada ağac olur. Ağacın dibindən torpaq götürür ki, anam mənə dua edib ki, bu torpağı əlimdə qızıl eləsin. Bir də baxır ki, əlində torpaq xışqış eləyir, xışıldayır. Bir də belə eləyir, gör ki, sep oradadır. Həmin şahın qızının sepini də tapır. Şah deyir ki, qızımı da sənə evləndirirəm. Yəni, bu da ananın, həqiqətən ananın valideynlərin yəni, xeyridir. Kim əgər valideynlərə yaxşı baxarsa, vallahi Allah onun mükafatını verir. Allah bizə nəsib eləsin.